Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabeliyində olan müəssisələr tərəfindən mədəniyyətin müxtəlif sahələrini əhatə edən çoxsaylı tədbirlər, konsert proqramları, tamaşalar və bədii kompozisiyalar təşkil olunub, silsilə tədbirlər keçirilib. Bu tədbirlər çərçivəsində konsert proqramları, tamaşalar və müxtəlif mövzulu bədii kompozisiyalar tamaşaçılara təqdim edilib. Волохонов нефтяной промысел Альяра Тимурбекова. Его фонтан затопил весь поселок. А сам он повесится. Господин Абловский, то, что происходит сейчас с нефтодобычей, Musiqi təhsili sahəsində ilk dəfə olaraq uşaq musiqi və incəsənət məktəblərinə şagird qəbulu prosesi elektronlaşdırıldı və onlayn qaydada My Culture Us şəxsi kabineti vasitəsilə həyata keçirildi və incəsənət məktəblərinin elektron sistemi İMES-ə inteqrasiya olundu. 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabeliyində olan teatr müəssisələri tərəfindən teatr sənətinin inkişafı, milli mənəvi dəyərlərin təbliği və əhalinin mədəni həyata fəal cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib və əsas yeniliklərdən biri kimi qeyd etmək istərdim ki, hesabat dövrü ərzində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı və Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı iTicket.az saytı vasitəsilə onlayn bilet satışı platformasına qoşulmuşdu. 2025-ci ildə teatr sənətinin inkişafı, milli mənəvi dəyərlərin təbliği və əhalinin mədəni həyata fəal cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Belə ki, dövlət teatrları tərəfindən ümumilikdə nümayiş etdirilən 262 tamaşanı 22 mindən artıq tamaşaçı izləyib. Həmçinin 2025-ci ildə Möminə Xatun Türbəsinin bərpa və konservasiyası üzrə müqavilə imzalanıb, Ordubadda Ərbabın iş yeri tarixi binasının bərpasına başlanılıb. Həmçinin dövlət proqramı çərçivəsində 50 tarix mədəniyyət abidəsi inventarlaşdırılıb. Türkiyə və Avstriya ilə əməkdaşlıq, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi çərçivəsində təcrübə proqramları mədəni irsin müasir standartlara uyğun qorunmasına töhfə verib. 2025-ci il ərzində Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində, xüsusilə teatrlar, muzeylər, kitabxanalar və incəsənət müəssisələri üzrə həyata keçirilən tədbirlər mədəni həyatın canlandırılmasına, milli mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Qarşıdakı dövrdə də bu istiqamətdə görülən işlərin davam etdirilməsi və mədəniyyətin inkişafına töhfə verən layihələrin genişləndirilməsi əsas prioritetlər sırasında olacaq. Həsən Məmmədov, Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.